Salam dostlar, bugün sizə öz təcrübəmə və araşdırmalara əsasən məlumat topladığım top 5 ətir haqqında danışacağam. Bu ətirlərdən ikisi kişi üçün yüngül, təmiz, biri isə daha ağır və romantik ətirlərdəndir. Son ikisi isə qadınlar üçündür. Biri zərif, biri cazibədar. Gəlin bir-bir tanıyaq. İlk olaraq sizə Burberry Her for Him ətri haqqında danışım. Bu ətir biraz fərqli xarakterdədir. İlk sıxanda gilə meyvə kimi şirin tonlar gəlir. Amma sonradan o tonlar dərinləşir və daha zərif, təmiz bir aura yaradır. Həm romantik, həm də baxımlı görünmək istəyən kişilər üçün idealdır. Qalıcılığı normaldır, amma bəzi insanlara isti havalarda qoxusu biraz ağır gələ bilər. Qısası, fərqli qoxmaq istəyən, sadəcə təravət yox, biraz xarakterdə istəyən kişilər üçün mükəmməl seçim ola bilər. İndi isə keçək digər ətrimiz Lacoste Essential ətrinə. Bu əsl təmizlik və enerji qoxusudur. İlk sıxanda yaşıl alma, nanə və limon hiss olunur. Çox təmiz və sanki duşdan yeni çıxmısan. Bu ətir idman, iş, məktəb, günün istənilən anı üçün tam uyğundur. Yüngül, enerjili və sakit qoxular sevənlər üçün mükəmməldir. Sadəcə bir mənfi tərəfi var ki, qalıcılığı zəifdir. Çox da güclü deyil, digər ətrimiz kimi bunu da gün ərzində bir neçə dəfə təzələməyiniz lazımdır. Amma səmimi desəm, bu ətir mənə təmiz təravət qoxusu verir. Və bu qoxu gələndə sadə, baxımlı bir kişi təsəvvürdə canlanır. 2 yüngül ətrimiz haqqında məlumat verdim. İndi isə keçək digər kişi ətrimiz, romantik və biraz bu ətirlərə baxanda daha ağır olan Stronger Visio ətrinə. Bu ətir çox romantik və cazibədardır. Adından da nə qədər güclü olduğu bilinir. İlk sıxanda biraz şirin, biraz vanil, biraz da fındıq qoxusu gəlir. Amma sonra oturanda cazibədar, dərin və kişi kimi qoxuyur. Payız və qış ayları üçün ideal seçimdir. Axşam gəzintisi, xüsusi görüşlər. İnanın ki, bu qoxu kişilərə çox yaraşır. Getdiyiniz hər məkanda fərqli görsənmək istəyirsinizsə, axşam görüşlərində, axşam tədbirlərində, xüsusi gəzintilərdə, hər birində rahat-rahat istifadə edə bilərsiniz. Qoxusu çox qalıcıdır, bədən istiliyində daha da güclənir. Amma isti havada və ya biraz çox sıxanda ağır gələ bilər. Qısası bu ətir deyir ki, mən buradayam və diqqət mənim üzərimdədir. İndi keçək qadın ətirlərinə. Birincisi Hermes Barenia. Bu çox zərif, amma güclü bir qadın qoxusudur. İlk sıxanda meyvəli və biraz da şirin tonlar gəlir. Amma sonra o qoxu dəyişir. Ətrimiz biraz dəyişkəndir. Ağ zəncəfil çiçəyi, paçuli və ağac notları biraz dərinlik qatır. Qoxunun içində həm zəriflik, həm də lüksluq var. Elə bil klassik Hermes çantasının qoxusudur. Çünki nədənsə uşaqlığımdan bəri Hermes dedikdə mənim gözümün qarşısına ancaq Hermes çantası gəlir. Və bir də Hermes kəməri. Ona görə də bu qoxunu istifadə edəndə siz də avtomatik olaraq, psixoloji olaraq ona yönələcəksiniz. Payız və qış üçün idealdır. İsti havada biraz ağır ola bilər. Və nəhayət siyahının sonuncusu. Good Girl. Adı yaxşı qız olsa da bu ətir həm mələk, həm də şeytan kimidir. İlk sıxanda qəhvə, vanilya və badam notları hiss olunur. Şirin, isti və cazibədar. Bu ətir qadına öz gücünü hiss etdirir. Axşam görüşləri, universitet, ağlınıza gələcək hər yerdə, iş günündə, ofisdə, hər yerdə rahat-rahat istifadə edə bilərsiniz. Mənim zənnimcə, mənim düşüncəm, yəni öz düşüncəmi deyirəm ki, qətiyyən yormayan qoxusu var. Bəlkə də başqaları üçün biraz ağır gələ bilər, amma mənim üçün çox xoş qoxusu var. Və dostlar, bu idi mənim top 5 ətrim. Həm kişilər, həm də qadınlar üçün. Bunların hər biri fərqli xarakter göstərir. Kimisi təmiz, kimisi romantik, kimisi də çox cazibədar. Bəs siz hansını bəyənirsiniz? Şərhlərdə yazın. Bəlkə gələn dəfə sizin sevdiyiniz ətir haqqında video çəkərəm. İzləyib dinlədiyiniz üçün təşəkkür edirəm.